Əziz dostlar, əziz yoldaşlar, yaşayışlı, əşyalı, sizə gözəl bir dənə evin təqdimatına gəlmişik. Bura mansar sitəsidir, istədim buradan başlayayım. 20% əşya götürüləcək. Elektronika, televizor, kondisioner, hər bir şey də qalır. Bax görürsünüz, mansarda bir dənə kondisioner, addelini, stil sistemiz kombidir, qazı, suyu, işığı, 3 sot yarımda. 3 aşağıda otaq var, 2 yataq, 1 qonaq, 1 mətbəx, bir də yuxarıda belə gözəl mansarımız. Ünvanımız Ramanı Gülçülük, Karyer deyilən ərazidə, marşruta 50 metr məsafədə, 22 nömrəli məktəbə 100 metr, marşruta 50 metr. Bax belə gözəl qonaq otağımız, maşallah olsun. Gözəl, səlqəli evdir. Bax belə bir ailə yataq otağı, 5-in 5-ə otaqlardır. Hər bir pəncərə öz həyətinə baxır, pəncərələrin reşotkalarına qədər mövcuddur. Burada növbəti bir ailə yataq otağımızdır. Dediyim kimi 20% əşya götürülür. Yəni, elektronika yox, elektronika hər bir şey qalır. Sadəcə indi ola bilər ki, yataq otaqlarından hansısa yataq dəstini və yaxud da nəsə götürərlər. Onun ev sahibi dedik özüm gələndə inşallah deyəcəm. Yəni bir burada demirik ki, video uzanmasın, həm də qarşılıqlıq düşməsin. Bax, belə gözəl sanitar qoşağımız, yekə. Keçək, sizə həyəti ilə tanış edim. Həyətində manqalnisi, təndiri, bisetkası, hər bir şey mövcuddur. Evin də çöl görünüşünü göstərəcəm inşallah. Bax, belə bir həyət hissəmiz mövcuddur. 3 sot yarım. Evimiz yerdən kürsülüdür, 4 tərəfdən qoşadaşlıdır. Bax, belə bir manqal, təndirxana gördüyünüz kimi. Qabağı eyvan hissəlidir. Maşın girən həyəti var. Darvazanı görürsünüz. Bax, belə bir qaraj hissəmiz mövcuddur. Burada da letni mətbəx kimi düzəldiblər, əziz dostlar. Onu da sizə göstərim. Xudmani. Bax, burada belə bir letni mətbəxdir. İstəyəndə yayda burada otura bilirsiniz. Belə bir qladovkası var. Qiymətimiz əziz dostlar 3 sot yarım dediyim kimi. 2 yataq, 1 qonaq, 1 mətbəx, aşağıda, yuxarıda diri mansar gördünüz. Ünvanımız deyirəm yenə Raman Gülçülük, Karyer 22 nömrə məktəbə yaxın, marşruta 50 metr. Bu da evimizin çöl görünüşü, əşyalı. Qiymətimiz 138.000 manatdır. İnşallah real alıcı olarsa ev sahibi tərəfindən də endirim olunacaq. Sağ olun, var olun. Gələn çəkişlərdə görüşənədək.